Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı qələbəmizin 5-ci il dönümünü, Zəfər gününü qürur Bugün biz müasir Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin 5 illiyini böyük qürur və sonsuz iftixar hissi ilə qeyd edirik. Müzəffər Ali Başkomandan Prezident İlham Əliyev qətiyyətli, uzaq görən siyasəti və xalqla ordu birliyinin sarsılmaz gücü nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Gözəl günlərdir, xoş günlərdir, xalqımız, vətənimiz sağ olsun. Allah cənab prezidentimizin ömrünü uzun eləsin. Mən bugün burada bir ana kimi həm fəxirliyəm, həm qürurluyam, kədərli deyiləm. Çünki həqiqətən vətən, oğul vətən üçündür və bugün tariximizdə yazılan, qızıl hərflərlə yazılan o zəfərdə mənim övladımın da belə deyək, iştirakı və o yazılarda, o notlarda mənim övladımın qanı olduğuna görə qürur duyuram. Zəfər sözü bu günlərim əgər lüğətimizdə, bizim ifadəmizdə, cümlələrimizin arasında bunu istifadə ediriksə, biz bu sözü bizə qazandıran, dünyasını dəyişmiş, canını sifir etmiş şəhidlərimizə borcluyuq və təbii ki, dövlətimizin başında duran cənab prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevə borcluyuq. Azərbaycan xalqına zəfər yaraşır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin. Hal-hazırda xidmət edən hərbiçilərimiz var. Allah bütün hərbiçilərimizi qorusun. Mən özüm Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Vətən müharibəsindən sonra təsis olunan Vətən müharibəsi qəhrəmanı medali ilə təltif olunmuşam. Azərbaycanda 83 nəfərə verilibdir və onlardan da biri mənəm. Mən fəxr edirəm ki, qalib ölkənin qalib əsgəriyəm.